Və Allah bizə böyük bir nemət vermişdi ki, biz artıq o nemətin sonundayıq. Bir ilahi qonaqlıqda bizi dəvət eləmişdi. Bir ilahi süfrənin kənarında bizi əyləşdirmişdi. Ramazan ayı Allahın böyük nemətlərindən idi. Ramazan ayının gecələri Allahın böyük nemətlərindən idi. Sübh çağları Allahın böyük nemətlərindən idi. Qədr gecələri Allahın böyük nemətləri idi. Gəldi, keçdi. Hərəmiz üçün bir cür keçdi. Hərəmiz onu bir cür keçirtdi. Amma Allahın böyük neməti idi bizim üçün. Böyük bir süfrə açmışdı bizə. Böyük bir mənəvi, ruhani süfrə açmışdı bizə. Bizi maddiyyatdan məhrum eləyib mənəviyyata istiqamət vermişdi. İlahi, böyük bir nemət vermişdin bizə. Elə bir nemət idi ki, saatları bütün saatlardan üstün, gecələri bütün gecələrdən üstün.